Həccac ilə Səid ibn Cübeyrin hadisəsi. Abdurrahman ibn Əl-Əşəsin fitnəsi zamanında ilk anlarda Həccac ağır məğlubiyyətə uğramış, bir çox şəhərlər Abdurrahman ibn Əl-Əşəs tərəfindən tutulmuşdu. Həccacın zülmündən istifadə edən ibn Əl-Əşəs bəzi tabinləri öz tərəfinə çəkmək fürsətini qaçırmadı. İbn Əl-Əşəsə dəstək olanlar içində Səid ibn Cübeyr, İmam Şabi və başqaları da var idi. Həccac ibn Əl-Əşəsin ordusunu geri oturdub, onu məğlub etdi. Abdurrahman ibn Əl-Əşəs qaçmağa məcbur oldu. Həccac isə ona qarşı çıxanları edam cəzasına məruz qoydu. Günahlı günahsız bu fitnəyə düşmüş çox müsəlmanın boynu vuruldu. Səid ibn Cübeyr isə Küfədən qaçaraq Məkkədə qərar tutdu. Bir müddət burada yaşadı. Həccacın isə ona qarşı çıxan müsəlmanları və neçə-neçə alimi də edam etməsi xəbəri ətrafa ildırım surəti ilə yayılmışdı. Bu arada Həccac Məkkəyə yeni bir vali təyin etdi. Səid ibn Cübeyrin dostları onun yanına gəlib bu valinin də zalım olduğunu bildirdilər və ona Məkkədən qaçmasını nəsihət etdilər. Səid ibn Cübeyr isə dedi, çox qaçdım, vallahi artıq Allahdan utanıram və burada qalmağa qərar verirəm. Çox keçmədi ki, Həccacın Məkkəyə təyin etdiyi vali əskərlərini Səid ibn Cübeyrin yanına göndərib, onu oradan Həccacın hüzuruna aparmağı əmr etdi. Səid onları rahatlıqla qarşıladı. Sonra yoldaşlarına çevrilib dedi, mən və iki dostum bir gecə ibadət edirdik. Allaha bacardığımız qədər dua edib, yalvardıq ki, bizə şəhidliyi nəsib etsin. Allah o iki dostuma şəhidlik nəsib etdi. Mən isə hələ də onu şəhidliyi gözləyirəm. Elə bu an Səidin kiçik qızı onun yanına gəlib, onun əskərlər tərəfindən tutulduğunu gördükdə atasına sarılıb ağlamağa başladı. Səid ibn Cübeyr isə qızına dedi, balam, anana de ki, Allah istəsə cənnətdə görüşəcəyik. Budur, Səid ibn Cübeyr Həccacın qarşısındadır. Həccac ona dedi, adın nədir? Səid dedi, Səid ibn Cübeyr. Həccac dedi, Şəqi ibn Quseyr, Səid xoşbəxt, əksi Şəqi bədbəxt, Quseyr isə sınmış deməkdir. Sınmış oğlu bədbəxt. Səid, xeyr, anam adımı səndən daha yaxşı bilirdi. Həccac, Muhammed, ona Allahın salavatı və salamı olsun, haqqında nə deyirsən? Səid, Adəm övladının ən şərəflisidir, seçilmiş peyğəmbərdir, bəşəriyyətin ən xeyirlisidir, risalət ilə yüklənmiş və əmanəti yerinə yetirmişdir. Həccac, Abu Bakr haqqında nə deyirsən? Səid, o siddiqdir, Allah elçisinin, ona Allahın salavatı salamı olsun, xəlifəsidir, tərifə layiq yaşadı və getdi, sünnə üzrə addımlamış və heç bir dəyişiklik etməmişdir. Həccac, Ömər haqqında nə deyirsən? Səid, o, haqla batili ayıran Faruqdur. İki dostunun getdiyi yol ilə getdi. Tərifə layiq yaşadı və şəhid olaraq öldü. Osman haqqında nə deyirsən? O, Təbuk döyüşünə hazırlaşan, ordunu təçhis edən, Rumə quyusunu alandır. Allah elçisinin, ona Allahın salavatı və salamı olsun, iki qızını alan kürəkənidir. O, haqsızlıqla öldürülmüşdür. Əli haqqında nə deyirsən? Allah elçisinin, ona Allahın salavatı və salamı olsun, əmsi oğludur. İslamı ilk qəbul edən uşaqdır. Fatimənin əri, cənnət cavanlarının seyidi olan Həsən və Hüseynin atasıdır. Əməvi xəlifələrindən kimə daha çox rəğbətin var? Səid, yaradanı ən çox razı salana. Onlardan yaradanı ən çox razı salan kimdir? Bu haqda elm onların gizlisini də, aşkarını da biləndədir. Mən haqda nə fikirdəsən? Səid, sən özünü daha yaxşı tanıyırsan. Həccac, mən sənin fikrini bilmək istəyirəm. Bunu bilməyin səni məmnun etməyəcək, əksinə üzəcək. Dinləyirəm. Sənin Allahın kitabına zid hərəkət etdiyini bilirəm. Bəzi vahiməli şeylər edirsən, amma onlar səni təhlükəyə atır və səni cəhənnəmə aparır. Allaha and olsun ki, səni öldürəcəyəm. Elə isə sən mənim dünyamı məhv edəcəksən, mən də sənin axirətini, özünə istədiyin ölümü seç. Sən özün seç. İstəyərsənmi səni bağışlayım? Bir bağışlanma varsa, o da uca Allahdandır.
qılıncı gətirin. Səid ibn Cübeyr gülümsədi. Həccac dedi, nə üçün gülürsən? Səid, sənin Allaha qarşı çıxmağına, Allahın isə səninlə mülayim davranmasına təəccübləndim. Həccac, öldürün onu. Səid qibləyə yönəlib dedi, doğrudan da mən hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm. Ənam surəsi 79-cu ayə. Həccac, onun üzünü qiblədən çevirin. Səid, məşriq də məğrib də Allahındır. Hansı səmtə yönəlsəniz, Allahın üzü orada olar. Əl-Bəqərə 115. Həccac, onu üzü üstə yerə uzadın. Səid, biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacaq. Taha 55. Həccac, boynunu vurun. Quran ayələrini ondan daha gözəl misal gətirən görmədim. Bu hadisədən 15 gün sonra Həccac ağır xəstəliyə düçar oldu. O öldükdə isə bir nəfər onun yuxusunda görüb ondan soruşmuşdu. Ey Həccac, öldürdüyün adamlara görə uca Allah sənə nə etdi? Həccac bu cavabı vermişdi. Allah məni hər adama görə bir dəfə, Səid ibn Cübeyrə görə isə 70 dəfə öldürdü. Mədinənin 7 fəqihindən birincisi və tabinlərin imamı sayılan Səid ibn Cübeyrin ölümü İslam ümmətini sarsıtdı. Sonralar Əhməd ibn Həmbəl, Allah ona rəhm etsin, onun ölümünü xatırlayaraq demişdir. Səid ibn Cübeyr öldürüldü. Yeryüzündə onun elminə möhtac olmayan bir kəs belə yoxdur. İmam Ət-Təbəri 461